Doktor, zəhmət olmasa deyin, komanda işi dedikdə siz daxildən gələn təşəkkürü nəzərdə tutursunuz, yoxsa bu sadəcə tibbi kollektivin inciməməsi üçün bir etik davranışdır? Komanda işidir demək, dostları incitməmək üçündür, yoxsa həqiqətən tək işləmək mümkün deyil? Siz təsəvvür eləyin ki, mən vertebroloqam. Mən təyinatı verəndə bütün klinika işləməyə başlayır. Tutaq ki, xəstədə protruziya var, yırtıq var, sürüşmə var, Tarlov kistası var, hemangioma var, həm də əyrilik var, spinal asimetriya var, düzdürmü? Əlbəttə ki, bunu tək mən işləyə bilmərəm. Bir dənə təyinatla bütün klinika işləyirsə, əlbəttə ki, bu bütün komandanın işidir. Tək həkim bundan bacarmaz. Hətta yeri gələndə bizə psixoloq da lazım olur ki, həmin xəstəni mənəviyyatını normala gətirsin, əhval-ruhiyyəsini normala gətirsin. Bəzən isə nevropatoloq lazım olur. Təsəvvür eləyin ki, neyrocərrah lazım olur, travmatoloq, ortoped lazım olur. Hələ komanda o üzə qalsın. Bu ixtisas həkimləri də bizə lazım olur. Biz onlarla da konsultasiya eləyərək xəstəni tam sağalda bilirik. Təkil işi deyil.